Bakının baş planı uğurla icra olunur. Köhnə binalar mərhələli şəkildə sökülür. Sakinlər müvəqqəti kirayə mənzillərə çıxarılır və tikilən binalarda sakinlər yeni mənzillərlə təmin edilir. Bir sözlə 2040-cı ilə kimi Bakının ümumi görkəminə xələl gətirən binaları müasir çox mənzilli binalar əvəz edəcək. Sevinirik. Sevinməsə heç kim getməz burada. Hamısı maşallah yığışıb gedirlər. Bakının baş planına uyğun olaraq paytaxtda və ətraf ərazilərdə 20-ci əsrin əvvəllərində tikilmiş və istismar müddəti başa çatmış. Eyni zamanda şəhərin görkəminə xələl gətirən həm yaşayış binalarının, həm də sökülməsinə zərurət yaranan qeyri-yaşayış sahələrinin söküntüsü davam edir. Nizami rayonu Şirin Mirzəyev ilə Qaraqaya prospektinin kəsişməsində daha 3 binanın söküntüsünə başlanılıb. Artıq sakinlərlə müqavilə bağlanılaraq onlar kirayə mənzillərə çıxarılıb. Hansı ki, binalar söküləcək, yerində yeni çox mənzilli, müasir standartlara cavab verən binalar tikiləcək və ondan sonra sakinlər yeni mənzillərlə təmin ediləcək. Söküləcəyi bildiriş var, amma danışıq hələ olmayıb. Mənzilləriniz köhnə mənzillərdir? Köhnə mənzil. Köhnə mənzildir. Və sizə nə vaxtı çıxmağa tapşırılır? Bilinmirik, bilinmir. Ancaq müqavilə bağlanılır. Hamısı ilə bağlanır. Təzə binalar tikir, niyə də razı olmayaq? Qurban olsun, şəhər genişlənir, gözəlləşir. Ekspertlər deyir ki, 20 il ərzində Bakıda minlərlə bina söküləcək. Son 3 il ərzində Yasamal, Nəsimi, Binəqədi, Xətai, Nizami və paytaxtın digər rayonlarında onlarla qəzalı binaların sakinləri köçürülməklə yanaşı, binaların söküntüsü də mərhələli şəkildə həyata keçirilib. Köhnə, xüsusən də qəzalı vəziyyətdə olan çox mənzilli yaşayış binaları və fərdi yaşayış evləri söküntüsünün həmçinin özəl tikili şirkətlər aparılır ki, bu zaman vətəndaşların binaları, mənzilləri sökülən zaman onlara kompensasiya olaraq tikiləcək yeni binalardan ümumi sahəsi vətəndaşın keçmiş mənzilindən 20% daha böyük mənzillər verilir. Mənzillər tam təmirli və mənzillər sökülür. Vətəndaşlara yeni mənzillər verilən günə qədər onlara kirayə və köç xərcləri tikili şirkətləri tərəfindən ödənilir. Bakının 12 rayonunda ümumilikdə 11 mindən artıq istismar müddəti başa çatmış bina var ki, bu binalardan da yaşayış üçün təhlükə yaradan qəzalı vəziyyətdə olanlar ilkin mərhələdə sökülür. 38, 36A, 56 nömrəli binalardır. 38-ci binamızda götürülməsi tam yekunlaşıbdır. Hal-hazırda söküntü işləri gedir. 60 mənzili müvafiq qaydada notarial müqavilələr bağlanılmış və mənzillərdən çıxarılmışdır. 36-cı binamızda 48 mənzildir. Müqavilələr tam şəkildə bağlanılıb. Qısa müddətdə köçürülməsi başlanılacaqdır. Həmçində 56-cı binamızda 48 mənzildir. Onların da qısa müddətdə köçürülməsi həyata keçiriləcək. Binaların söküntüsü baş plana əsasən bir neçə prioritet hədəf əsasında həyata keçirilir. Bunlardan biri özəl tikili şirkətləri tərəfindən qəzalı vəziyyətdə olan köhnə tikililərin sökülüb, yerində yeni çox mənzilli binalarla əvəzlənməsidirsə, digər isə ehtiyat torpaq fondunun yaradılması məqsədi ilə sökülən binaların yerində yaşıllıq zolaqlarının və parkların salınmasıdır. Qeyd edək ki, Bakının baş planına uyğun olaraq söküntüsü nəzərdə tutulan binalarla yanaşı 180 köhnə binada da təmir bərpa işləri həyata keçiriləcək. Rəşad Vəkiloğlu, Hikmət Quliyev, Space xəbər.